Səs-küy iri şəhərlərin, elə yaşadığımız Bakının əsas bəlalarından biridir. Beynəlxalq təcrübədə səs-küyün həddi desibel ölçülür. Onun orta norması şəhərlər üçün 65 desibel səviyyəsindədir. 2008-ci ildə səs-küy və vibrasiya normaları ilə bağlı prezident tərəfindən sərəncamın imzalanmasına baxmayaraq, hər gün Bakı şəhərində nəqliyyatın görgələrində 65 desibeldən yüksək səs-küyün təsirinə məruz qalır. Bu isə daha çox tıxaclarda və avtomobillərin hərəkətləri zamanı verilən siqnallarla əlaqədardır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyət Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik leytenantı Vaqif Əsədov isə bildirdi ki, şəhərin mərkəzində səs siqnallarının verilməsi qanuna ziddir. Ümumiyyətlə, yaşayış məntəqələrində səs siqnallarından istifadə edilməsi qadağandır. Yol hərəkəti haqqında qanunun tələbinə əsasən, məsələn, 73-cü maddənin tələbinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə etmə qaydaları göstərilib ki, səs siqnallarından istifadə edilməsi yalnız yaşayış məntəqələrindən kənarda başqa nəqliyyat vasitəsini ötmə niyyəti aparmaq məqsədi ilə verilə bilər. Digər tərəfdən yol qəza hadisələrinin qarşısının alınması məqsədi ilə səs siqnallarından istifadə edə bilər. Bununla yanaşı, nəqliyyat vasitələrinə çox avazlı səs siqnallarının verilməsinin quraşdırılması ilə bağlı ötən il yol hərəkəti haqqında qanuna dəyişiklik edilib. Qanuna əsasən bu cür hala rast gəlindikdə səs siqnalı müsadirə olunur. Sürücü inzibati məsuliyyətə cəlb olunmaqla 60 manatadək cərm edilir. Təkcə yanvar ayının 1-dən bu günə qədər paytaxt ərazisində Bakı şəhər yol polisi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 128 belə fakt aşkar edilib ki, bu sürücülər barəsində qanuna müvafiq şəkildə tədbirlər görülübdür. Qeyd etmək lazımdır ki, təcili yardım avtomobilinin səsi maşından 15 metr aralıqda 90 desibelə, yanğın söndürən avtomobilin siqnalı 100 desibelə bərabərdir. 130 desibelə çatan səslər insanda güclü ağrılar törədir. 180 desibelə çatdıqda insan orqanizmi bu tezliyə dözə bilmir. 190 desibelə çatan səs-küy isə metal konstruksiyaların bərkidici elementlərini sıradan çıxarır. Dünya ölkələrində yol hərəkətində səs siqnallarından sürücülərin istifadə etməsi yol mədəniyyətinin aşağı olmasına dəlalət edən amil hesab olunur. Hətta bir sıra ölkələrdə bu qanun pozuntusu hesab olunur və bu pozuntuya yol verən şəxslər cərimə olunur. Paytaxt ərazisində səs siqnallarının verilməsini qadağan edici işarələrin quraşdırılmasına baxmayaraq yenə də istifadə edilir. Bu isə paytaxt sakinlərini narahat etməyə bilməz. Bu kimi pozuntular Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi də nəzarət edir. Nazirliyin qaynar xətti deyilən belə bir bloku var ki, hansı ki gecə-gündüz fəaliyyətdədir. Bu səs-küylə bağlı təbii ki, bizə də həmin o qaynar xəttə çoxlu sakinlər tərəfindən şikayətlər daxil olur ki, hansı ki ərazilər, məsəl üçün belə deyək, elə yerlər var ki, məsəl üçün şadlıq evləridir, ondan sonra sadəcə olaraq yaşayış məntəqələri ərazisində və yaxud da ki, hansısa bir, belə deyək, xüsusi obyektlərin ərazisinə tikinti aparılanda o normalara əməl olunmur, yəni o səsin qabağını alan örtülərdən istifadə olunmur. Almaniyadakı Akustika İnstitutunun məlumatına görə 65 desibeldən yüksək olan səslər insanda infarkt riskini 20% artırır. Qeyd edək ki, tək nəqliyyat vasitələri deyil, həmçinin iri tikinti və sənaye obyektlərində də bu cür hallara rast gəlinir. Mətanət Avazova həmin məsələlərin bir çoxunda səs boğucu materiallardan istifadə olunmadığını, bunun qarşısının alınması istiqamətində müvafiq addımların atıldığını bildirdi. Sadəcə olaraq o səs-küyün aradan qaldırılması üçün yanaşmalar düzgün olmalıdır. Bax, biz məsəl üçün hansısa bir monitorinq işini aparırıq, bu deməkdir ki, getdik, ölçdük, orada səs çoxdur, ya vibrasiya çoxdur, yox. Həmin o, hansı ki o əmələ gəlir ki, artıq normalar ki var, biz sadəcə o ölçüləri aparanda onların aradan qaldırılması üçün təkliflər veririk ki, bunların qarşısını hansı cür almaq olar? Sadəcə artıq həmin o obyektlərin mi deyək, hansısa şirkətlərin özlərinin düzgün yanaşması olmalıdır. Həkimlərin ümumi rəyinə görə, əgər insan uzun müddət 90 desibeldən yüksək səs-küyün təsirinə məruz qalırsa, bu zaman qulaqdakı həssas hüceyrələr ölür və eşitmə qabiliyyəti azalır. İş yerlərində yüksək və müntəzəm səs təsiri zamanı 1-2 ildən sonra işçinin eşitmə qabiliyyəti pisləşir. Ən təhlükəlisi isə bu amilin hamilə qadınlara və ana bətnində olan uşaqlara vurduğu ziyandır. Səs-küy mərkəzi əsəb sisteminə zərərli təsir göstərir, normal istirahətə və yuxuya mane olur. Nevrozların, ürək-damar xəstəliklərinin inkişafına şərait yaradır, qan təzyiqini yüksəldir. Odur ki, səs-küy sizdən uzaq olmasa da, çalışın siz ondan uzaq olun.